Martın 24-də Bakıda və Abşeron yarımadasında hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Lent AZ-da verilən xəbərə görə sabahın havası belə olacaq. Hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecəyə doğru bəzi yerlərdə qısa müddətli yağış və şimşək çaxması ehtimalı var. Külək, mülayim cənub-qərb küləyi əsəcək. Axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 6-8 isti, gündüz 15-20, bəzi yerlərdə 22 isti. Atmosfer təzyiqi normadan aşağı olub. 752 mm civə sütunundan 745 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55%. Martın 24-də Azərbaycanın rayonlarında hava proqnozu, hava şəraiti, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Külək, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 3-8 isti, gündüz 13-18 isti. Dağlarda gecə 3-8 şaxta, dağlarda gündüz 0-3 şaxta.